Salam, xoş gördük. Dil barədə mövzumuzu davam edirik. Əvvəldə qeyd etmişdim ki, dil düşünən insan mərhələsindən danışan insan mərhələsinə qədəm qoyan insanlığın fikirlərini qarşı tərəfə çatdırmaq üçün bir növ vasitədir. Amma məsələyə daha dərindən nəzər saldıqda baxıb görürük ki, biz fikirləşdiyimiz qədər sadə və bəsit deyil. Çünki dil bizim fikirlərimizi nəinki qarşı tərəfə çatdırır, hətta bizim fikirlərimizi, təfəkkürümüzü, hətta daha dərinə getsək, bizim psixologiyamızı formalaşdırır və ona öz təsirini göstərir. Bütün bunları biz yalnız misallarla bir-birimizə izah edə bilərik. Dünyada 200-dən artıq dil var. Bunların içində İngilis dili kimi hegemon və geniş yayılmış dil var. Və Çin dili kimi dilin daşıyıcıları kifayət qədər çox olan, amma hegemon olmayan bir dil var. Öz zənginliyinə, qrammatik qanunları ilə, söz ehtiyatı ilə kifayət qədər zəngin olan bir ərəb dili var. Hər biri barədə biz araşdırma apardıqda baxıb görürük ki, özünə məxsus bunların qrammatik qanunları var. Məsələn, ərəb dilində qadın və kişi cinsi, rus dilində qadın, kişi cinsi və orta cins mövcuddur. İngilis dilində isə qadın cinsi yalnız şəxs əvəzliyi səviyyəsində özünü qoruyub saxlayır. Və bütün bunlar həmən dilin daşıyıcıların dünyaya, düşüncə tərzinin müxtəlifliyinə, tam fərqli prizmadan baxdığından xəbər verir. Mən qeyd etdim ki, dil bizim düşüncəmizi və təfəkkürümüzü, psixologiyamızı da formalaşdırır. İndi bu dəqiqə mənim çəkəcəyim misal tam əminliklə deyə bilərəm ki, heç kimin heç vaxt ağlına gəlməyib. Amma deyəcəyim sözlərlə quracağım cümlələrlə bizim zehnimizdə həmən misal nümunə canlanacaq. Məsələn, belə təsəvvür edin ki, bir kafeyə daxil oluruq və orada ohtaput adlı bir heyvan ki, 8 əli ayağı var, oturub, yanında bir dostu var, bir əli ilə səhifəli WhatsApp-a nəsə yazır, bir əlini qoyub dostunun çiyninə və o biri əli ilə də çay içir. Və bu səhnə, bu deyəcəklərim abstrakt bir mənzərə olsa da artıq bizim zehnimizdə formalaşdı. Dilin, yəni gücü, təsiri bax buna malikdir. Başqa bir misal çəkim. Sən və siz şəxs əvəzliklər var. Demək olar ki, bütün dillərdə var. Amma hər biri də 3 hərfdən ibarət olmasına baxmayaraq, biz qarşı tərəfə siz yox, sən deyə müraciət etməyə başladığımız andan həmən şəxsə olan münasibətimiz, şəxsin bizə olan münasibəti də tamamilə dəyişir. Bu, sözün gücündən xəbər verir. Növbəti açıqlamamızda mövzunun daha geniş tərəflərinə nəzər salacağım.